Deməkdə məqsədi budur ki, yəni həddindən artıq tamah salmır bu meylə, bu istəyə. Yoxsa bu zaten pis deyil başqa dinlərdə olduğu kimi. Bir adam birdən dözmədi, bu mənada günah da eləsə, günah da adı üstündədir, gərək tövbə eləsin, Allah bağışlasın. Amma o demək deyil ki, daha dinsizdir bu. Burası da var, rahat ibadət eləyir məsələn, namaz qılır, zina da eləmir, rahat qeybət eləyir. Hədis deyir, əl-qeybətu əşəddü minəz-zina, qeybət zinadan daha artıqdır. Bu nəsə normal adam sayılır. Burası yox, mən demirəm bu hal normal olsun. Amma ki, hər şeyin nə əhəmiyyətini çox şişirdək, nə qadağasını çox şişirdək, nə ləzzətini çox şişirdək, hər şey yerində olsa yaxşıdır. Bugünkü mədəniyyət şəhvətə aludə eləyir, şişirdir, sonra deyir ki, din sənə mane olur, cəmaatı vuruşdurur dinlə. Məsələ bundadır. Dinlə arasını vurmaq üçün bunu eləyir.